Ben burada olmayanda maşını kim minir? Ay hiç kim minib eləməyib. Məhəbbət, mən burada olmayanda bu maşın minilir. Minilməsə bunun yağı da kurtarmaz, benzini de kurtarmaz. Azla benim kamera koyayım ben bu maşına. Ay deyirəm heç kim minmir. Bəlkəm də can. Bəlkəm də mən xəbərlərə başım qarışanda uşaqlar sürüblər. Məhəbbət, bilmirəm. Eğer bana desələr ki mən burada olmayanda sen bu maşını minib kendine arasına çıkmısan, dedemin gör hakkı seni bu maşın karşına aparıp atacağım dedenin arabasına. Ma yemək ver. Oysan. Bu saat atamla sağa qurban. Can. Dedim bir özüm görüm də. Düşdüm dalıca getdi girdi obaya. Alışveriş eləyir, mən də buna baxıram. Allah saxlamış, necə də nazınla əlini atır, nəsə atır zəmbilə. Əlini atır, zəmbilə atır. Əlini atır, zəmbilə atır. Əlini atır. Əsl mənə gəlin olasın qızdım. Sən deyəsən qız o qədər bəyənmirsən ki, çıxa bilmirsən ondan. Az, qızdan çıxmışam, obadan çıxamıram. Güyamış qızın dalından gəlmişdim. Bir də baxdım evə hər şey almışam. Əsas odur ki, bəyəndin də. Az necə bəyənməyim. Yaxındır, qonşudur, qənaətçildir. Qız deyirsən? Az nə tutmusan qızdan? Qızı demirəm, obanı deyirəm. Obada her şey umudulur. Ye başına dönüm, ye. Sən ye, mən sənə hər şeyi danışım ki, oradan buradan eşidəndə o saat deyəsən ki, bilirəm, eşitmişəm. Az sen danış. Ben eşidirəm. Acından ölüm. Sağ kurbalarım. Can. Ben bile açan söhbətlər eləyik. Bana burada Putin belə etdi, Trump belə eldi, BMT belə etdi. Dünya siyasetinden danışma. Ketten kesekten danış. Sen ben politolog almamışam. Arvad almışam. Elə danış ki iştahım ölməsin. İştahsan söhbətlər elə. Nə oldu? Elə evə gələndə iştahın ölür. Orada burada qoyunu şaqqalayıb yersən, tecə də şəkillərini çəkib mənə göndərirsən. Elə evə gələndə fısın yatır. Az. Mən. Az. Fısım yatmıyor. Yol gelmişəm, yorulmuşam. Bak. Ürəyim də yatsa, gözüm də yatsa, qulaqlarım da yatsa. Fısım yatmır. Azarcan prosta, yemək istəyirəm, yol gelmişəm. Sen danış, ben seni eşidirəm. Ama ürəksən söhbətlər elə, qonum qonşudan danış. Durma burada dünya siyasetinden danışma. Politolog deyilsən sən. Kətdən, eldən, obadan danış. Bir gün də sən bu siyasi söhbətlərini apırıb basacaqlar səni. Sonra kimdəsə sığınacaq istəyəsən. Yerib deyə bax. Məhəbbət, öz balaca sığınacağımız var, sığın oturmuşum. Yaxşı, çıxma özünə, höşələnmə. Taftığın atası deyirəm, 3 gündür rəhmətə gedir. Allah rəhmət eləsin. Oğlunu Rusetdən gözləyirlər, gəlsin. O da maşınla gəlir deyən hələ gəlib çıxmayıb. Meyit də qalıb ortada, hələ bastırmayıblar, inanırsan. Hadi sen kulağından olur, deşiyi yukarı sürüyor. O ne orada? Sürüşməyib, deşiyi açıblar təzəsindən. Motto. Ben burada olmayanda çok galetler eləyirsən. Ay yox, Az onlar saydı, sana ne olur? Onun da oğlu Kamçatka'da yaşayır. O maşınla gelse hele 40 güne gelip çıkacaklar buraya. 40 güne gelip çıksa, kişiden bir şey tapsalar, bastırarlar. cəmaatdan başlasın olmur ki. Heç nə, Əlzaman qızı, Əlzaman yekə. Allah rəhmət eləsin. Yox, sağdır. Ona buna məsləhətlər verdi, belə oturun, belə durun, heç nə. Toy günü mını uğradılar, qaçırtdılar. Təsəvvür edirsən, Əlzaman qızı ona buna dərs keçirdi dədəsi. Saçlı olur. Hə. Onu gide getir, ben özümü kaçırtmışam. Özüm zaten kaçırmışam. Mutlaka haberi olmadı. Nətər yəni qaçırdı? Sən qız qaçırdansan, ay qonşuluqdan ayıbdır. Sizin mi? Ne ayıptı?
pulla qaçırtmışam da. Elə belə qaçırtmışam. Kəndin yarısını mən qaçırtıb vermişəm cəmaata. Apardım, elə sərhəddə də təhvil verdim Şakirə. Nə qədər verdilər ki? 500 manat. 500 manat yaxşı veriblər. Bığ yapışdırdım ona. Apardım sərhədə. Hamıdan dedim ki, kostyumu vatanlayayım, dedim ki, əmmi oldu. Məni yandıran nədir? Sərhədi keçdi, paltarlarımı da qaytarmadı. Hamısı götürdü, çıxdı, getdi. Nə mundar adamlardı. Yay, vay. Məbbət, Can, onu sana dedim ha, orada burada danışma. Sən bir balaca ağzı yırtıqsan ha. Danışma heç yerdə. bir balaca. Mən nağıq dedin, vallahi nağıq dedin. İndi oradan buradan səsi çıxacaq, ad olacaq ki, mən gedib yaymışam aləmə. İş. Nəysə, sonra bu qonşu kişi yoxdur mu, Talif? Əllər əmək deyil. Yox, durur. Adam. Hə. Gəldi ki, bəs Qüdrətin aftafasını ver mənə. Mən də elə bil ki, Məbbət, haftafanı verdin. yox, gör nə deyirəm də. Məhəbbət, itoqi denən haftafanı verdin yoxsa yox. Qoyumcan verdiyim də. Denə. Əslində, sən bir dənə səbirli ol. Məhəbbət, Hə. məhəbbət, dırmıqı ver, baltanı ver, vedaranı ver, ayaqqabılarını ver, aravanı ver, baltanı ver, çəkici ver. Amma mənim haftavamı heç kəsə vermə. Haftavanı vermirsən, yoxsa yox. İmkan vermirsən, bir dənə deyim də mən De. də. Gəldi, dedim ki, yox, vermirəm. Vermədim. Çünki dedim, bu aftafa Qüdrətin 85 yaşlı atasından qalıb. Bu Qüdrətə ata yadigarıdır. Hara verirəm? Məhəbbət, o haftava bizdə nəsildən nəsil keçir. Düzdür, O bizim nəsli hər bir vəziyyətdə görüb o haftava. düzdür. Bəli. Onu ki, sən mən burada olmayan dövrdə verməmsən, arvad, sağ halaldır. Vermədim. Sağ halaldır. Sən marades. Sağ ol. İştahım da getdi. Mən gedirəm yatmağa. Tez deyil. Az uzanan kimi yatmıram hala. Elə. Eşitirsə, xədərlər başlayır. Baxım, gələrəm. Yaxşı. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir. ABŞ və Ukrayna liderlərinin Roma papası Fransiskın dəfn mərasimində görüşdən sonra Ağ Ev rəhbəri Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşıb. Bəlkə başqa cür etməliyəm. Bankçılıq və ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim. Çox insan ölür. ABŞ lideri özünün sosial şəbəkə hesabında belə yazıb. Elə üzbəyiz oturub dərdləşirlər. Elə bil ki, ata bağladılar. Elə bil neçə həftə bundan qabaq Ağ Evdən qovmamışdı. Üz gördüm. Üz. Bu siyasətdir, məhəbbət. Siyasətdir, bəli. Sabah nə olacağı bilinmir. Elə Putinin də sabah nə edəcəyi bilinmir. Mənim tanıdığım Putin həm sərt adamdır, həm də kövrək. Çox kövrək, vallahi. Mənim o vaxtı Leninə ağlamağıma görə o çox kövrəlmişdi. Hətta xəbər göndərmişdi ki, bütün Rusiya üzrə ağlaşma, zad belə işləri versinlər mənə. O vaxtı Qüdrətgil ağlaşma qurdular, mənə qoymadılar getməyə. İndi kimlərə ağlayırdım? Alo, hə Marifə, hə, gözüm aydın, bəli, Qüdrət gəlib, hə, nə olsun. Az, Rusiyyətdə konfet tökülüb belə, heç zat da gətirməyib. Yox bacı, heç zat, elə quruca canını gətirib, bəli. Az Qüdrətdir, xalq gedir, nə gətirir, bu gedir, daha deməyim də nə gətirir. Yaxşı. Boy, gözləri ilə əlimizdədir. Tutalım ki, gətirib. Niyə gətirim sənə verim? Sən ərin gündə nələrsə gətirir. Gətirib versən mənə, yazıq Qüdrət. Bir qıça konfetdə, onda mənim qırılmışlarım yiyəcək. Deyək. Dünyada Dubay şokoladına olan maraq səbəbindən püstə qıtlığı baş verib. Son 6 ay ərzində İrandan Birləşmiş Ərəb Əmirliklərinə püstə tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Bəzi mağazalarda şokolad satışına məhdudiyyət qoyulub, bir nəfərə ən çox 2 plitka. Vallahi mən də yemişəm o şokoladdan. Pis deyil, amma da o deyil də. Reklamını yaman güclü elədilər bunun. Şokoladı qırırlar, içindən nə desən çıxır məndən başqa. Nəyin reklamı güclüdürsə o saat partladır da. Mən sabah qutab pişirim, reklamını güclü eləyim, bu günə 10.000 də qutab pişirə bilərəm. Partladaram, vallahi da. Rayonlarda göy-göyərti qalmaz, hamısını daşıyaram. Qarın qutabı, hələ qarın qutabını bu arada özüm də xoşlayıram. Yaxşı yeyirəm mən qarın qutabını. Reklamını güclü eləsən var ha. Günə 50.000 bəlkə mən tək canına qarın qutabını sataram. Ölkədə qarın qalmaz. Hamısını alaram. Kamazlar düzləri yollarda. Kim soruşsa ki, yüklədi, deyəcəklər ki, məhəbbətin qarnıdır. Hələ 10 kamazda gəlir. Nəyin gücünə reklamın? Vallahi, reklam gərək güclü olsun. Bir köpüklük olsun, amma reklamın yaxşı olsun. Qüdrətin xorultusuna bax, anan ölsün. Qardaş bacıların qırılsın. Nətər yorulub. Nə oldu bu telefon dayanmır? Hə Gülcahan? Hə Gülcahan? Can, yaxşı. Az nəyə muştuluğun verir? Nəyə şirinliyin? Az fikir verir. Görən də desin ki, Qüdrət evinə gəlmir. Az nə olsun gəlib də. Az bir qısa konfet idi, öz qırmışlarımıza payladı, qutardı. Muştuluğa bax, elə bir əskər getmişdi, qayıdıb. Yaxşı Gülcan, sən başımı ağrıtma. Bu görməmişlərə bax, gündə ərləri gəlir, gedir, tez gözlərinə göründü ki, mənim qüdrətim gəlir. Hamı məndən şirinlik istəyir. Nəyin şirinliyi də az? Sən Allah, birdən üstü açıq yatarıq, qoy gedim, üstünü örtüm gəlim. Nətər məsələt? Deyirəm, hayf deyil, oba. 2 dəqiqalığa düşdüm, dünyanı alıb gətirmişəm ha. Hamısı da qənaətdir. Necə qonşusunu düşünür, kampanya da alacaq, keşbək da alacaq, şans da alacaq. Ay yığılır, bir faizlər olur. Xaladelnikim, ləbbələm doludur. Cəmaat da elə bilir ki, xəzinə tapmışam. Çıxıram, hamıya belə baxır. Nə var, siz də gedin alın da, arvad olun da, qənaətin məkanı, oba. Hamınıza da şərait yaradır. Mən seçməyib, hamınız üçündür da. Deyir, təki qonşum qazansın, qonşumun qəşşək günü güzaran olsun, süfrəsi dolu olsun, xaladelniki, marazilniki dolu olsun. Xəzinə tapmamışam, acamat. Özümə yaxın qonşu, oba tapmışam, oba. Anası ölmüş, ili yatırdı, mışıl. Dedi, heç yana getmə, dedim, xəbərlər qutarmayıb, ara diyan görək, uşaqlar da hələ ortalıqdadır. Prezident İlham Əliyevin Pekində Çin telekanalına müsahibəsi zamanı aparıcı ilə Azərbaycan çayı barədə maraqlı diyaloqu yaşanıb. Bax, mən sizə söz deyirəm. Bütün Çin çayı Azərbaycandan almasa, mənə nə deyirsiz deyin. Siyasət budur. Çay ölkəsində öz çayımızı, öz milli armudu stəkanımızda içmək, bax, bu böyük mesajdır. Çox böyük mesajdır. Şuuraltı reklam budur. Ölkəni tanıtmaq budur. Ticarət budur. Ürəyim çay istədi, aya. Ürəyim çay istədi. Armudu istəkanda çay. Be.
armuda stəkanda çay başqa söhbətdir də. Əslində belə olmalıdır. Bəh, ləzzət eləyir armuda. De. ABŞ prezidenti Trampla Zelenski arasında Romada baş tutan görüşdə ilkin olaraq 3 stul olub. Mənbə qeyd edir ki, amma tezliklə 3-cü stul yoxa çıxır. Ağ Evin yaydığı kadrlarda Makronun danışıqlara qoşulmağa çalışdığı görünür. Trump ona bir neçə söz deyir. Bundan sonra Makron ayrılır. Danışıqlar onsuz davam edib. Məni qınamayın. Bu Makronun ermənipərəst olduğuna görə Trump da sevmir deyəsən. Valla sevmir. Üz gözündən gördüm də. Zelenskiyə baxdığı kimi baxmır. Ona mına baxdığı kimi baxmır. Baxışları dəyişib. Dəyişər də. Çünki harda aş orada başdır. Dəvət eləməsən də gəlir. Çağırmasan da bir tık peyda oldu. Təkcə ortalıqda olsun ha. Mən Trump'ın dodaqlarına fikir verdim. 100% Trump Makrona deyib ki, tretil işini. Özümüz, sən mən danışacağıq. O stulu da yığışdırın. Stul davası da eləmə. Oxudum, Glaz v Glaz. Glaz v Rot. Oxudum, bəli. Bunlar cəhənnəm olsun, yeməyim çayım ləzzətlidir. Bəh. Yemənin ərazi sularından bir qədər aralıda, Ədən sahillərində milyona yaxın qoyunu daşıyan gəmi batıb. Bax, bu maraqlı xəbərdir. 1 milyona yaxın qoyun daşıyan gəminin kapitanı da qoyun olub. Yoxsa qoyun daşıyanda nə olar ki? Bu gəmini yaxşı sür də. O boyda qoyun indi düşdü okeana. Yazıq deyilmi olar? Yazıq deyilmi? Nə olar qoyun olanda? Köpək balıqları yediyini yeyəcək, amma üzüb sağ çıxan qoyunları mən qoyun dayı deyənmərəm heç vaxt. Valla o qoyun ki, okeandan üzüb çıxa biləcək, da onun harası qoyundur ki, okeanda mələkşmə olub, əməlli başda. Valla, bax. Bu qoyunlar gəmidə neyniyiblər, nə oyun çıxardıblar ki, gəmi aşıb sən Allah. Qoyuna qarışıb. Bəlkəm də o qoyunları kəsməyə aparırlarmış. Bəxtəri gətirib. Ay başıva dönüm. 1 milyon qoyun mu olar? Bunlar hara o zat eləyirlərmiş görəsəm? Bəlkəm də elə qoyunun qığından gəmi aşıb. 1 milyon qoyun. Bay. Hər qoyun bir yekə ovuc qıq eləsə, neçə min ton qıq eləyir. Ora-burada atıb hayf gedib, onlardan paltar tikib giyirdi. Gəmi aşar. Nəzər almayıblar axı, Qoyuna nətər deyəsən ki, bağışlayasınız, bura gəmidə olmaz. Düşəndə böyük bayra gedərsiniz, ayıbda olmasın. Nə bilim, valla. Neyse, xəbərlər də qutardı. Gedim. Məni qırmayan mın xurultusuna bax. Bay. Mən geyib orada nətər yatacam? Yox. Mən elə yaxşısı budur, burada yatım. Azməmbət. Hacam. Buna bax. Çağırır, əl çəkmirəm. Neyniyim dayı? Gedim qulağıma nauşnikdən zaddan qoyaram. Yataram da dayı, neyniyim? Göndərişən dədən karabasına. Oy Allah, oysa. Bana yemək ver, iştirafını oy. Biz bunu çekemeyiz. Çiziyorum. Az. Fısım yatmır. Bax, gözüm yatar, qəlbim yatar, ruhum yatar, qulaqlarım yatar. Fısım yatmır. Az. Bığım qopdu ya. Azar etdi.